Hər kəsə salam əziz balıq sevərlər. Durna balığı mövsümü yaxınlaşır və biz də bugün bir mütəxəssisin bu mövsümə necə hazırlaşdığına, hansı lavazmatları seçdiyinə birlikdə nəzər salacağıq. Gəlin görək, onun qutusunda nələr var. Bəli, mövsüm artıq qapıdadır. Bəs sizin balıqçılıq qutunuz hazırdırmı? Gəlin belə edək. Bir peşəkarın bu mövsüm üçün nələr aldığına baxaq və görək, təcrübəli bir balıqçı bu işə necə yanaşır. Addım-addım onun seçimlərini izləyəcəyik. Çox vaxt ağlımıza ilk gələn yemlər olur, elə deyilmi? Amma bir dəqiqə dayanın. Yemlərdən də əvvəl bütün sistemin təməli olan bir şey var. Bu, bizim balıqla birbaşa əlaqəmizdir. Bəli, söhbət misinadan gedir. Deməli, bu sadə bir misina deyil. Söhbət 8 qatlı hörülmüş misinadan gedir. Yəni, 8 ayrı lifin bir-birinə hörülərək yaratdığı xüsusi bir misinadır bu. Əlbəttə, mütəxəssisimizin məhz bunu seçməsinin çox ciddi səbəbləri var. Bəs niyə məhz bu misina? Baxın, bunun bir neçə əsas səbəbi var. Birincisi, inanılmaz dərəcədə möhkəmdir. Diametrinə görə adi misinalardan qat-qat güclüdür. İkincisi, səthi çox hamar olduğu üçün atış zamanı sürtünməni azaldır və yemi daha uzağa göndərə bilirsiniz. Üçüncüsü, və bu çox vacibdir, demək olar ki, heç dartılmır. Bu o deməkdir ki, suyun altında yemin başına gələn hər bir şeyi, ən zəif toxunuşu belə əlinizdə hiss edirsiniz. Və əlbəttə ki, daha davamlıdır, yəni daşa, qayaya sürtünməyə daha yaxşı dözür. Konkret olaraq seçilən ölçüyə gəldikdə isə bu 0,14 mm-dir. Bəlkə də çox nazik səslənir, elə deyilmi? Amma əslində bu mükəmməl bir balansdır. Həm yemi uzağa atmaq üçün kifayət qədər nazikdir, həm də böyük bir durna balığı ilə mübarizə aparmaq üçün yetərincə möhkəmdir. Tam bir qızıl orta. Və burada çox vacib bir məqam var, bir peşəkar məsləhəti. Unutmayın, misina əbədi deyil, nə qədər keyfiyyətli olursa olsun, bir mövsüm istifadədən sonra o, öz xüsusiyyətlərini itirməyə başlayır, köhnəlir. Ona görə də hər mövsümün əvvəlində misinanı təzələmək həqiqətən də çox vacibdir. Yaxşı, ləvazimatları bir kənara qoyaq. İndi biraz daha fərqli, amma hər bir balıqçını dərindən narahat edən bir mövzuya keçid alaq. Bu, bir növ balıqçının dilemmasıdır, hətta deyərdim ki, acı bir reallıqdır. Söhbət nədən gedir? Baxın, təcrübəli balıqçıların dediyinə görə trofey balıq anlayışı tamamilə dəyişib. Əvvəllər 4-5 kilolıq bir durna balığı tutanda bu normal, hətta bəzən orta bir nəticə sayılırdı. İndi isə 1,5-2 kiloqramlıq bir balıq tutanda böyük bir uğur kimi sevinirik. Fərq sözün əsl mənasında göz qabağındadır. Yaxşı, bəs niyə belə olub? Səbəb nədir? Təəssüf ki, cavab aydındır. Antropojen amillər, yəni insan faktoru. Qanunsuz ov, suların çirklənməsi, düzgün idarə olunmaması, bütün bunlar balıq ehtiyatlarına ciddi zərbə vurub. Bu da bir daha onu göstərir ki, hər birimiz məsuliyyətli olmalı, təbiəti qorumalıyıq. Yaxşı, bu biraz kədərli notdan sonra gəlin qaydaq balıqçılıq qutusunun ən maraqlı, ən rəngarəng hissəsinə. Bəli, söhbət yemlərdən gedir. Amma unutmayın, yem seçimi elə-belə təsadüfi bir iş deyil. Bunun arxasında əsl bir elm, bir strategiya dayanır. Və hər şey bir əsas amildən asılıdır. Və o əsas amil suyun dərinliyidir. Bax, bu cədvəl hər şeyi çox gözəl izah edir. Prinsip çox sadədir. Balıq hardasa, yemi də ora göndərməlisən. Əgər balıq suyun səthindədirsə, popper kimi səth yemlərindən istifadə edirsən. Orta dərinlikdədirsə, suspensing, yəni asılı qalan wobblerlər işə düşür. Yox, əgər balıq lap dərinlikdə, dibə yaxın yerdədirsə, o zaman batan, sinking yemlərə ehtiyac var. Hər dərinliyin öz silahı var. İndi isə gəlin konkret olaraq mütəxəssisimizin seçdiyi yemlərə baxaq. İlk profilimiz orta dərinliklərin mütəxəssisidir. Bu, demək olar ki, hər balıqçının qutusunda olması gerəkən klassik bir modeldir. Söhbət Joker Suspending Wobblerindən gedir. Rəqəmlərə baxaq, 8 sm uzunluq, təxminən 8 qram çəki. Bəs bu nə deməkdir? Bu o deməkdir ki, bu yem təxminən yarım metrdən 80 sm-ə qədər dərinlikdə üzür. Bu, durna balığının çox vaxt ov etdiyi o qızıl dərinlikdir. Yəni, tam hədəfə vuran bir seçimdir. Növbəti yeməyimiz isə demək olar ki, birincinin qardaşıdır. Amma bir fərqli. Və bu fərq bəzən bütün ovun taleyini həll edə bilir. Gəlin görək, onu bu qədər xüsusi edən nədir? Bu da Joker Suspending modelidir, amma biraz fərqlidir. 9 sm uzunluğu,
10,5 qram çəkisi var. Yəni biraz daha böyük və ağırdır. Buna görə də biraz daha dərinə, təxminən 1 metrə qədər enə bilir. Amma onun əsl sirri, əsl gücü rəngində gizlənib. Bu sadəcə bir rəng deyil. Bu ultrabənövşəyi, yəni UV boya ilə örtülüb. Bu nə deməkdir? Günəş şüaları suya düşəndə bu yem sanki içəridən işıqlanır, parlayır. Xüsusilə şəffaf sularda onun rəngi, parlaqlığı o qədər gözəl görünür ki, kənardan izləyən durna balığı üçün əsl bir təhrik edici amilə çevrilir. Ona laqeyd qalmaq demək olar ki, mümkün deyil. Orta dərinliyi yoxladıq, indi isə gəlin adrenalin dolu bir ova keçək, sət ovuna. Balığın suyun səthində yeminizi necə partlatdığını görməkdən daha həyəcanlı bir şey yoxdur, elə deyilmi? Bunun üçün də xüsusi bir yemimiz var. Bu popperdir. Adından da göründüyü kimi onun işi pop səsi çıxarmaqdır. Onu qısa dartmalarla çəkəndə ağız hissəsi suyu qabağa itələyir və şap deyə bir səs çıxarır, su sıçradır. Bu səsküy və hərəkət xüsusilə yay aylarında yaxınlıqdakı durna balığını dəli edir və onu aqressiv bir hücuma təhrik edir. Beləliklə misnanı seçdik, fərqli dərinliklər üçün yemləri də nəzərdən keçirdik. İndi bütün bu məlumatları bir yerə yığıb, növbəti ovunuza getməzdən əvvəl istifadə edə biləcəyiniz sadə bir yol xəritəsi hazırlayaq. Deməli, ova getməzdən əvvəl özünüzə 3 sadə sual verin. 1. Təməl, misinam mövsüm üçün təzədirmi, etibarlıdırmı? 2. Arena, mən bugün hansı dərinlikdə balıq tutacam? Dayazdır, yoxsa dərindir? Və nəhayət 3. Silah, bu dərinliyə uyğun olan doğru yemi seçmişəmmi? Popper, suspending, yoxsa sinking. Bu 3 addım sizi uğura bir addım daha yaxınlaşdıracaq. Artıq dəstiniz hazırdır, strategiyanız bəllidir. İndi hər şey sizdən asılıdır. Görəsən bu mövsüm sizin tilovunuz hansı unudulmaz hekayəni danışacaq? Hər birinizə uğurlu ov arzulayıram. Taş kiprikler